Doktor, deyilənə görə mədə kiçiltmə olan insanlar ömürlərinin sonuna qədər hər hansı bir preparatı qəbul etməlidirlər. Bu, yəni nə dərəcədə düzgündür? Mədə kiçiltmə əməliyyatı olmuş insanlar ömürlük dərman qəbul etmirlər. Bu fikir yanlış fikirdir. Çünki mədə kiçiltmədən sonra insan hər hansı bir xəstəliyə tutulmur ki, o ömürlük dərman qəbul etsin. Yəni mədə kiçiltmə insana ömürlük xəstəlik yaratmır. Bu yüzdən heç bir ömürlük dərmana ehtiyac yoxdur. Yaxşı, bu insanlarda, yəni bu kiçilmiş mədədir. Onsuz da bunlar az qidalanırlar. Yəni bunlar nə dərəcədə istər-istəməz artıq insanın orqanizmin minerallara, vitaminlərə ehtiyacı olur. Yəni vitamin defisiti yaranır da bu insanlarda. Bəs indi bunlar deməli bu vitamin və mineralları bərabərləşdirməkdən ötürü onlar hansısa qida əlavələri və yaxud vitaminlər, hər hansı bir belə bir dərmanlardan istifadə edirlər? Artıq buna ehtiyac olur onlarda? Bu sualı çox insanlar verir. Yəni düşünürlər ki, mədə kiçildilən zaman artıq bunlar yeyə bilməyəcəklər, bunlar yeyə bilmirlər, qidalanar. Çünki mədə kiçilib artıq onun həcmi balacadır. Çox qəbul edə bilmirlər qidanı. O yüzdən deyirəm. Bəli. Yəni o kiçilmiş mədənin onlara yetməyəcəyini, normal qidalana bilməyəcəyini düşünürlər. Bu belə deyil. Mədə kiçilsə də mədə yerindədir. 80% getsə də 20% yerindədir və insan az qidalanacaq, faydalı qidalanacaq. Mineralları, vitaminləri normal qidalarla qəbul edəcək. Zülalları ətlə, yumurta ilə, balıq əti ilə qəbul edəcək. Mineralları, vitaminləri meyvə-tərəvəzlə. Yay ərzində ümumiyyətlə bu insanlar geniş meyvə seçimləri var. Meyvə şirələri yeyə bilərlər, meyvə içə bilərlər, meyvə qidalana bilərlər. Və bunlara əlavə olaraq təbii ki, o qidaları normal qəbul edə bilmədiyi halda hər hansısa bir vitamindən, mineraldan istifadə edə bilərlər. Əslində normal insanın özü də normal qidalan kifayət etmədikdə qida əlavələrindən istifadə edir. Yəni kiçilmiş mədəsi olan insan normal digər insanlar kimi lazım olduqda mineral və vitamin əlavəsi istifadə edəcək, protein əlavəsi istifadə edəcək. Bu da adətən ilk 1 ildə, yəni sürətli çəki itirmə etapında lazım olur. 1 ildən sonra bizim kimi lazım olanda edəcək, lazım olmadıqda meyvə şirəsi ilə, meyvəsi ilə, ətlə, balıqla istifadə etməklə mineralını, zülalını, proteinini, vitaminini normal qidalarla da təmin edə biləcək. Bu qədər.